Deməli, digər sualımız Baltik dənizinin sahilində yerləşən ölkələrlə bağlıdır. Burada da yenə saat əqrəbi istiqaməti verilmişdi. Baxalım burada hansı ölkələr var. Norveç, deməli, Baltik dənizinin sahilində yerləşmir. Ona görə İsveçdən başlaya bilərik. Deməli, birinci İsveç götürsək, ikinci Finlandiya olmalıdır. Çünki istiqamətimiz, baxın, bu istiqamət olmalıdır, belə. Yəni, İsveçdən başlasaq, ikinci Finlandiya. Rusiyanın vermirlər çox vaxt. Niyə? Rusiya çünki həm bu hissədən Baltik dənizinin sahilində yerləşir, həm də bu hissədən. Ona görə başlayırıq. İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Almaniya, Danimarka. Yox, əgər İsveçdən başlamasa, tam ki Polşadan başlayıbdı, o zaman bu hissədə yenə irəliləyəcəkdir bu istiqamətdə. Polşadan başlayan variant olsa, Polşa, Almaniya, Danimarka, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva. Yenə dediyim kimi Rusiya Baltik dənizinin sahilində yerləşir. Sadəcə olaraq iki hissədən yer aldığına görə, ona görə əksər vaxt testlərdə ardıcıllıq testlərində verilmir. Amma yadınızda qalsın ki, Baltik dənizi sahillərini yuyur Rusiyanın.